Salam, hər vaxtınız xeyir olsun. Bugün 10-cu sinif coğrafiya fənni üzrə biz blok 2 imtahan suallarının izahlarına baxacağıq. Elə birinci sualdan başlayaq. Qeyd olunub ki, icmal topoqrafi xəritələrə uyğun gələn miqyasları müəyyən edin. İcmal topoqrafi xəritə deyəndə biz xəritənin miqyasını orta miqyasla götürməliyik. Bilirik ki, xəritə ümumiyyətlə miqyas 3 formada verilir, ölçüsünə görə böyük, orta və kiçik. Bizə orta miqyaslı xəritələr burada lazımdır. Orta miqyasın intervalını qeyd etmək lazımdır ilk növbədə. Yəni xəritənin miqyası 1 bölünsün 200 mindən 1 bölü 200 mindən 1 bölünsün 1 milyona qədər. Yəni bu interval daxilində yerləşən miqyasların hər biri bizim sualımızın cavabıdır. Birinci varianta baxıram, qeyd olunub ki, 1 bölünsün 500 min. Təbii ki, bu miqyas, yəni 500 min ədədi yazdığım interval daxilində yerləşir. Ona görə biri biz cavab kimi götürə biləcəyik. 2-yə baxıram. 2-də qeyd olunub 1 bölünsün 120 min. 120 min ədədi bu intervaldan kənarda yerləşir. Ona görə 2-ni biz cavab kimi götürə bilmirik. 3-ə baxıram 1 bölü 3 milyon. Təbii ki, 3 milyon ədədi də bu intervaldan kənarda yerləşən bir ədəddir. Ona görə bu miqyas da bizim cavabımız kimi ola bilməz. 4-ə baxaq 1 bölü 700 min. Bəli, burada 700 min ədədi yazdığım intervalın daxilində yerləşir. Ona görə də 4 də sualımızın cavabı kimi götürülməlidir. 5-ə baxıram 1 bölü 250 min. 250 min ədədi yazdığım intervalın daxilində yerləşir. Ona görə də burada biz 5-i də sualımızın cavabı kimi götürə bilirik. 6-ya baxaq. 1 böl 1 milyon 125 min. 1 milyon 125 min ədədi artıq intervaldan kənarda yerləşir. Ona görə 6-cı variantı biz sualın cavabı kimi götürə bilmirik. Cavabımız oldu 1, 4, bir də 5. Yəni Y variantı. Keçək ikinci sualın izahına baxaq. Hansı coğrafi enlikdə fəsillər daha aydın müşahidə olunur? Deməli, fəsillərin aydın müşahidə olunduğu coğrafi enliklər 23,5 dərəcə enliklərlə 66,5 dərəcə enliklərin daxilindəki ərazilər olmalıdır. Yəni biz elə bir enlik götürməliyik ki, bu enlik 23,5 66,5-in daxilində yerləşsin. Ya şimal və yaxud da cənub enliyi olması burada önəm daşımır. A variantı 5 dərəcə şimal enliyi olmaz. Çünki intervaldan kənardadır. D variantı 0 dərəcə enlik. Bu da olmaz. Y variantı 15 cənub enliyi olmaz. C variantı 80 dərəcə şimal enliyi olmaz. Amma B variantında 40 dərəcə cənub enliyi. Təbii ki, 40 dərəcə özü bu intervalın daxilində yerləşir deyə biz bunu cavab kimi götürə bilərik. Növbəti sual 33-cü sual. Litosfer tabasının divergent sərhədində uyğun gələn adanı müəyyən edin. Divergent zona nə deməkdir? Tavaların bir-birindən uzaqlaşdığı, yəni kənarlaşma zonası. Burada da Galapagos adasını biz götürməliyik. Digərlərini götürə bilmərik. 34. Kimyəvi çökmə suxları müəyyən edin. Təbii ki, biz bilirik ki, çökmə suxlar bölünür iki yerə, üzvü və qeyri-üzvü. Qeyri-üzvülər də bölünür iki yerə, qırıntı və kimyəvi. Burada biz kimyəviləri götürəndə kalium duzu, xörək duzu, bir də ki, gips, bax bunları götürmək lazımdır. 3, 6, 4, yəni 3, 4, 6 cavab oldu A variantı. Bunlar kimyəvi çökmə suxurlardır. 35-ə baxıram. 35-də qeyd olunub ki, verilmiş proyeksiya ilə hansı ölkə ərazisinin xəritəsini hazırlamaq məqsədə uyğun olar. Təbii ki, bu nədir? Konusdur. Yəni konus proyeksiyasıdır. Konus proyeksiyasında biz hansı ərazini götürməliyik? 60 dərəcədəki enliklər, 60 dərəcə üzərindəki enliklər və ona yaxın ərazilər. İndi variantlara baxaq. A variantında Kolumbiya qeyd olunub. Kolumbiya ekvatora yaxın bir ərazidir. Ona görə həm ölkənin ərazisini silindrik proyeksiya zamanı istifadə etmək daha məqsədə uyğundur. Çünki biz bilirik ki, silindrik proyeksiyada ekvatora yaxın ərazilərdə təhrif olmur. D variantı Ekvador qeyd olunub. Ekvador da özü ekvatora yaxın bir ərazidə yerləşən bir ölkədir. Həmin ölkə ərazisini silindrik proyeksiya zamanı tərtib etmək daha məqsədə uyğundur. Eyni zamanda Kongo və Braziliyanı da biz silindrik proyeksiyada tərtib eləsək daha məqsədə uyğun hesab olunur. Amma Yaponiya yüksək enliklərdə yerləşdiyinə görə biz Yaponiyanı konus proyeksiyasında daha məqsədə uyğun şəkildə tərtib edə bilərik. 36-ya baxıram. Fiziki aşınmanın intensiv getdiyi əraziləri müəyyən edin. Fiziki aşınma nədir? Deməli, isti və quru ərazilər burada deməli, isti və quru ərazilərdə fiziki aşınma daha üstün olur. Aşınmanın üç növünü bilirik. Fiziki, bioloji, üzvi, yəni bir də kimyəvi. Fiziki aşınma olan yerlər əsasən səhralardır. İndi baxaq burada hansı ərazilər var? 1. Avstraliya ərazisini göstərir. Avstraliyada səhralar üstünlük təşkil edir. Deməli, biri cavab kimi götürmək olar. 4-də Cənubi Amerikanın Amazon ovalığı hissələridir. Orada yağıntılar çoxdur, kimyəvi aşınma üstündür. Ona görə biz 4-ü cavab kimi götürə bilmirik. Sonra 5-də Skandinaviya yarımadasının şimal hissəsi. Burada əsasən yağıntılar çox düşür. Çox düşür deyəndə ki, belə deyək də, yəni həmin ərazilərdə səhra formalaşmır. Ona görə biz 5-i cavab kimi götürə bilmirik. Daha sonra baxaq 3-ə. Labrador yarımadasıdır. Mülayim dəniz iqlim tipi hakimdir. Yağıntılar düşür burada da. Yəni səhralar formalaşmır. Ona görə 3-ü də cavab kimi götürmürük. Amma 2-də qeyd olunan yer haradır? Böyük səhra. Afrika materikinin şimal hissəsi Böyük səhradır. Burada deməli ərazi səhra olduğu üçün fiziki aşınma üstündür. Cavabımız oldu 1 və 2 C variantı.
Növbəti sual 37-ci sualdır. Sualda qeyd olunub ki, divergent litosfer tavalarını müəyyən edin. Yəni bir-birindən kənarlaşan tavaları müəyyən edin. Birdə qeyd olunub Cənubi Amerikanın Naska tavası. Xeyr, burada divergent yox, konvergent bunlar tavalardır. Hətta onların toqquşmasından antaqları formalaşmışdır. 2-də Şimali Amerikanın Naska tavası. Burada da hər hansı bir divergent zona haqqında məlumat vermək olmaz. 2-də düzgün deyil. 3-ə baxaq. Filippin Sakit Okean. Bu da konvergent zonadır. Olmaz. 4-də Şimali Amerikanın Avrasiya. Bəli, Şimali Amerika və Avrasiya tavaları bir-birindən uzaqlaşır. Bura divergent zonadır. Cavabda 4 var. Növbəti sual variantlara baxaq. Görək nə qeyd olunub. Burada qeyd olunub ki, deməli 5-cidə Hind Avstraliya ilə Sakit Okean. Hind Avstraliya və Sakit Okean tavaları burada divergent zona hesab olunmur. 6. Həmin ərazilər konvergent zonadır. 6. Naska tavası və Kokos tavası. Bəli, bunlar divergent zonanı təşkil edir. Bir-birinə uzaqlaşırlar. Afrika ilə Cənubi Amerika bu da divergent zonadır. Yəni bir-birinə kənarlaşırlar. Cavabımız oldu 4, 6, 7. Yəni A variantı burada qeyd olunmalıdır. Növbəti sualımıza baxaq. Görək burada nə qeyd olunub. 38-ci sualda qeyd olunub ki, X və Y məntəqələr arasında qurşaq vaxt fərqini müəyyən edin. X məntəqəsinə baxanda görürük ki, ümumiyyətlə hər iki məntəqə Greenwich meridianından sol tərəfdə yerləşir. Yəni qərb yarımkürəsində. X məntəqəsi yerləşir 120 dərəcə qərb uzunluğunda, Y məntəqəsi yerləşir 30 dərəcə qərb uzunluğunda. Bunlar arasında qurşaq vaxt fərqini tapmaq üçün həm belə bir qayda istifadə edə bilərik. 120 dərəcə qərb uzunluğu hansı saat qurşağına düşür? Bunu tapmaq olar. Təbii ki, bu da eləyir 16. 16-cı saat qurşağı. Eyni zamanda Y məntəqəsində qeyd etmək olar. 30 dərəcə qərb uzunluğu hansı saat qurşağına düşür? Təbii ki, 22-ci saat qurşağına. Bunlar arasında qurşaq vaxt fərqi 6 saat təşkil edir. B variantı. Və yaxud da bunu belə hesablamaq olar. 120-dən çıxarıq 30-u qalar 90, 90-ı bölərik 15-ə eləyir 6 saat. Yenə həminki cavab alınır. Cavabımız oldu burada 6 saat. Yəni B variantı. Növbəti sualımıza baxaq. Deməli, burada qeyd olunub ki, 39-cu sualda uyğunluğu müəyyən edin. Deməli, cədvəl var, doğru və yanlış düşüncələrə baxmalıyıq. Bir də qeyd olunub ki, materik tipli yer qabığında kondra sərhəd mövcuddur və doğru qeyd olunub. Təbii ki, materik tipli yer qabığı 3 dənə qatdan ibarətdir. Qranit qat, çökmə və bazalt qatları və qranit və bazalt qatının arasındakı yerləşən hissəyə deyirlər kondrat sərhəd. Bu doğru fikirdir. Doğruya doğru yazıblar. Baxıram ki, Arxay erasının 3 dövrü mövcuddur. Ümumiyyətlə, Arxay erasının heç bir dövrü yoxdur. Yəni, bu yanlışdır. Ona görə də yanlışı da yanlış yazdığına görə sualımın cavabı kimi götürmək mümkündür. 3-ə baxıram. Suda quruda yaşayanlar, quruda ilk bitkilər paleozoq erasında yaranıb. Doğru fikirdir. Doğruya da doğru yazıblar. Ona görə bu da sualımızın cavabıdır. 4-ə baxaq. 4-cü dövr buzlaşması mərhələsi Proterozoy erasında başlamışdır. Xeyr. 4-cü dövr buzlaşması Kaynazoyda baş verib. Amma buna doğru yazıb, amma əslində bu nə idi? Yanlış idi. Ona görə sualımızın cavabı kimi götürmək mümkün deyil. 5-ə baxıram. Tets okeanı parçalanması Kaynazoy erasında baş vermişdir. Kaynazoyda xeyr, Tets okeanı parçalanması təbii ki, Kaynazoyda baş verib, doğru fikirdir, amma doğruya yanlış yazdığına görə sualımızın cavabı kimi götürmək mümkün deyil. 6. Pantalasın müasir okeanlara parçalanması Mezozoyda baş verib, təbii ki, doğru fikirdir, amma doğruya yanlış yazıb, ona görə sualımızın cavabı kimi götürmək olmaz. Cavab oldu 1, 2, 3, yəni Y variantı. Növbəti sualımız 40-cı sualdır. Burada qeyd olunub ki, geotermik pillərin 33 metrdən kiçik olduğu əraziləri müəyyən edin. Biz bilirik ki, geotermik pillə yerin dərinliyinə doğru getdikcə süxurlarda temperaturun 1 dərəcə artması üçün lazım olan dərinlikdir. İndi hansı ərazilərdə 33-dən az olur? Seismik ərazilərdə. Biz burada seismik ərazilərin olduğu məntəqələri seçməliyik. 1. Pireneya yarımadası. Təbii ki, bunu götürmək olar. Həmin ərazi Alp-Himalay seismik qırışıqlığı zonasına düşür. 2. Labrador yarımadası. Bura seismik deyil. 3. Sumatra adası. Bəli, həmin ərazilər vulkanik zona hesab olunur. 4. Meksika yaylası. Təbii ki, burada seismik zonadır. Özü çox seismik zonadır. Yüksək seismik ərazidir. 5. Orta Sibir yaylası seismik ərazi hesab olunmur. 6. Barkli platosu. Bu da seismik ərazi hesab olunmur. Cavab olacaq 1, 3, 4. D variantı. Növbəti sual 41-ci sualdır. Qeyd olunub ki, aşağıdakı təsvirə əsasən hansı ölkələrdə yay fəslindən başlayacağını müəyyən edin. Deməli, biz şəkilə baxarkən görürük ki, şimal qütb dairəsi ərazilərdə gündüzlərdir, cənub qütb dairəsi ərazilərdə gecələrdir. Yəni, hansı fəsildən söhbət gedir? Ümumiyyətlə, hansı tarixdən söhbət gedir? 22 iyun. Yəni, hansı yarımkürədə hansı fəsil başlayır? 22 iyunda şimal yarımkürəsində yay fəsli başlayır, cənub yarımkürəsində qış fəsli başlayır. İndi sualın şərti bizdən onu istəyir ki, deyir yay fəslinin başlayacağı ölkələri seçin. Bizə şimal yarımkürəsində yerləşən ölkələri seçmək lazımdır. İndi baxaq buradan ölkələri seçək. 1. Uruqvay. Təbii ki, Uruqvay cənub yarımkürəsində yerləşir. 1 getdi. 2. İngiltərə ola bilər. Şimal yarımkürəsində yerləşir. 3. Argentina cənubda yerləşir, olmaz. 4. Çin şimalda yerləşir, olar. 5. Zelandiya, Yeni Zelandiya olmaz, cənubda yerləşir. 6. Hindistan olar. Cavab oldu 2, 3, 6. Yəni, yox, 2, 4, 6. 2, 4, 6. Cavab oldu C variantı.
41-də. Növbəti sualımıza baxacağıq. Burada sualda qeyd olunub ki, Yaponiyanın 1/800.000 miqyasda tərtib olunmuş torpaq xəritəsi miqyasına və məzmununa görə hansı xəritə qruplarına aiddir? Təbii ki, 1/800.000 miqyası orta miqyaslıdır. Buna biz icmal topoqrafi götürə bilərik və məzmununa görə isə olur, ya torpaq xəritəsindən söhbət gedirsə, tematik. Y variantı götürmək olar. Daha sonra baxaq 43-ə. Deməli, 43-də qeyd olunub ki, doğru cavabı müəyyən edin. Burada xəritənin təsvir üsullarına əsasən uyğunluğu biz müəyyən etməliyik. A variantı heyvanların sayına areal üsulunu verib, xeyr. Heyvanların sayını biz nöqtələr üsulu ilə müəyyən edə bilərik, olmaz. B variantı insanların sayı keyfiyyət fonu. Təbii ki, insanların sayını da biz nöqtələr üsulu ilə verə bilərik. Bu da düzgün uyğunluq deyil. C. Çayların axın istiqaməti keyfiyyət fonu. Xeyr. Çayların axın istiqamətini biz verə bilərik hərəkət xəttləri üsulu ilə. D-də okean cərəyanları, onlar da izoxəttlər üsulu ilə qeyd olunub, amma okean cərəyanlarını biz göstərə bilərik hərəkət xəttləri üsulu ilə. Y-də qeyd olunub ki, bitki növlərinin yayılması areal üsulu. Bəli, burada artıq doğru uyğunlaşdırma var. Bitki növlərinin yayılmasını areal üsuluna vermək mümkündür. Növbəti sual 44-cü sualdır. Qeyd olunub ki, Bakı şəhərinin yerləşdiyi saat qurşağının qərb sərhədi ilə 7-ci saat qurşağının şərq sərhədi arasında vaxt fərqini hesablayın. Bakının yerləşdiyi saat qurşağı 3-cü saat qurşağıdır. 3-cü saat qurşağının sərhədlərini tapmaq üçün biz nə etməliyik? İlk növbədə 3-cü saat qurşağının orta meridianı tapmalıyıq. Orta meridianı tapmaq üçün 3-ü vururuq 15-ə, yəni 45 dərəcə şərq uzunluğu. Bunun qərb sərhədi olur. Bundan 7.5-i çıxırıq, qalır 37.5 dərəcə şərq uzunluğu. Bunu tapdıq, birinci məntəqəni. İkinci məntəqəmiz nədir? 7-ci saat qurşağının şərq sərhədi. Bu dəfə 7-ni 15-ə vuruq, elədik 105 dərəcə şərq uzunluğu. Bu məntəqənin yəni sağ tərəfin sərhədini tapmaq üçün üzərinə 7.5 gəlirik. Eləyir 112.5 dərəcə şərq uzunluğu. İndi bir məntəqəmiz 37.5 şərq uzunluğudur. Digər məntəqəmiz 112.5 dərəcə şərq uzunluğudur. Bunlar arasında yerli vaxt fərqini tapmaq üçün dərəcə fərqini tapırıq. Eləyir 75 dərəcə. Daha sonra 75 dərəcəni vururuq 4-ə. Eləyir 300 dəqiqə. Tapdıq ki, iki məntəqə arasında 300 dəqiqə vaxt fərqi var. Bu dəqiqəni biz saata çevirmək üçün 60-a bölərik, eləyər 300-ü 60-a böləndə 5 saat. Y variantı. 44-də cavabımız oldu Y variantı. Daha sonra 45-ci suala baxırıq. Deyir, çökmə mənşəli deyil. Çınqıl çökmə mənşəlidir. Daş kömür çökmə mənşəli. Gil çökmədir. Əhəngdaş çökmədir. Mərmər maqmatikdir. Ona metamorfikdir. Metamorfik mənşəli suxurdur. Ona görə də çökmə olmadığına görə sualımızın cavabıdır. C variantı. Metamorfik mənşəli mərmər. Hətta mərmər nədən alınır? Əhəngdaşı müəyyən vaxtdan sonra mərmərə çevrilir. 46-ya baxacağıq indi sualda. 46-cı suala baxaq. Qeyd olunub ki, uyğunluğu müəyyən edən yenə doğru yanlış düşüncələrdir. A variantı. Berkştirik səth sularının axın istiqamətini göstərir. Tamamilə doğru fikirdir, amma doğruya yanlış yazıb. Ona görə 1 getdi. B-yə baxırıq. Planda coğrafi koordinatları müəyyən etmək olmur. Təbii ki, olmur. Çünki orada paralel və meridianlar yoxdur. Doğru fikirdir, amma yanlış yazıb. Bu da getdi. C-yə baxıram. Horizontalların yaxın yerləşməsi yamazların az meyil olmasını göstərir. Əslində, horizontalların yaxın yerləşməsi yamazların çox meyil olmasını göstərir. Həmin ərazilərdə yamaz dik olur. Doğru fikir deyil bu, yanlış fikirdir. Amma yanlışa doğru yazırlar. Ona görə C-də getdi. D-yə baxıram. Qlobusda yerin əyirliyi nəzərə alınmır. Alınır əslində. Bu yanlış fikirdir. Yanlışda da yanlış yazılır. Ona görə sualımızın cavabı kimi ola bilər. Qlobusda yerin əyirliyi nəzərə alınır. Y variantı. Ekvatordan qütbə doğru getdikcə paralellərin dərəcə qiyməti artır. Təbii ki, çünki bu ekvatorda dərəcə 0 dərəcədir, amma qütblərdə isə 90 dərəcədir. Deməli, 0-dan 90-a yaxınlaşırsan, sənin dərəcən artır. Bu doğru fikirdir, amma doğruya yanlış yazıb sualımızın cavabı kimi ola bilməz. Cavabımız olur D variantı. 47-ci sualda deyir ki, xəritə çıxımda verilmiş A nöqtəsinin antimeridianı olan B nöqtəsinin coğrafi uzunluğunu tapın. İlk növbədə baxaq. Bu 0 dərəcə başlanğıc meridiandır və A məntəqəsi başlanğıc meridiandan sağda, yəni şərq tərəfdədir. B məntəqəsi isə başlanğıc meridiandan solda, yəni qərb tərəfdədir. Bu qərbdə, bu da şərqdə. A-nın uzunluğunu bilirik. 30 dərəcə şərq uzunluğu. 30 dərəcə şərq uzunluğunun əks meridianı olacaq 150 dərəcə qərb uzunluğu. Niyə? Çünki əks meridianların cəmi bizə 180 dərəcəni verməlidir. İndi elə bir meridian götürmək lazımdır ki, onların cəmi 180 versin. Bu da eləyir 150 dərəcə qərb uzunluğu. B variantı. Növbəti sual 48-ci suala baxaq. Qeyd olunub ki, cənub qütbündən 180 dərəcə azimutla hərəkət edən səyyah hansı istiqamətdə getmiş olacaq? Ümumiyyətlə, cənub qütbü deyilən bir yer yerin ən aşağı, ən sonuncu nöqtəsidir. Bura cənub qütbüdür. Və bu məntəqədən hansı istiqamətə gedirsən get, məcburən şimala getmiş olacaqsan, yuxarı.
Çünki oradan aşağıda hər hansı bir məntəqə yoxdur. Yəni 180 dərəcə azimut əslində istiqamət olaraq cənuba bildirir. Amma sən hardan getməyə başlayırsan? Cənub qütbünə. Yəni yerin ən aşağı hissəsindən, ən cənub nöqtəsindən getməyə başlayırsan. Oradan da aşağıda heç bir yer olmadığına görə, heç bir məntəqə olmadığına görə məcburən şimala qalxmalısan. Yəni burada cavabımız olur şimal, B variantı. Növbəti sual 49-cu sualdır. Qeyd olunub ki, ən çox ümumiləşdirməyə məruz qalan xəritəni seçin. Generalizasiya ümumiləşdirmə deməkdir. Təbii ki, burada elə bir ərazi götürmək lazımdır ki, o ərazi ən böyük ərazi olsun. Çünki ən böyük ərazidə ümumiləşdirmə çox olur. Azərbaycanın bitki örtüyünün xəritəsi. Sonra gəlir yarımkürələrin xəritəsi. Təbii ki, yarımkürə xəritəsi 2 dənə burada yarımkürəmiz var, şərq və qərb. Onun içərisində 6 materik və 4 dənə okeanın adları qeyd olunub. Yəni daha böyük ərazini götürür yarımkürə xəritəsi. Ona görə buradan Azərbaycanı çıxırıq. Sonra C-də gəlib Azərbaycanın siyasi xəritəsi. Bu da olmaz. D-də Şuşa şəhərinin xəritəsi olmaz. Y variantı Afrikanın xəritəsi. Bu da olmaz. Yəni bu 5 ərazinin içərisində ən böyük ərazi yarımkürələrin xəritəsidir. Cavabımız B variantı. Daha sonra 50-ci sual. Böyük litosfer tavalarını müəyyən edin. Karib sakit okean. Karib burada kiçikdir, olmaz. C. Karib Ərəbistan kiçik tavalardır. D. Kokos Hind Avstraliya. Kokos kiçik tavadır. Y. Afrika Naska. Naska kiçik tavadır və B. Avrasiya sakit okean böyük tavalardır. Cavabımız oldu B. 51-ci suala baxıram. Aşağıdakı cədvəldə sual işarəsinin yerinə uyğun gələn variantı müəyyən edin. Qeyri-üzvü suallar bizə verilib. Kimyəvilər, duzlar, dolomitlər qeyd olunub. Bizə qırıntılar lazımdır. Deməli, A-da çınqılla gel, hər ikisi elə qırıntı mənşələdir, götürmək olar. C-də mis verib, mislə mərmər verib. Mərmər ümumiyyətlə nədir? Metamorfik mənşəlidir. Qranit tor olmaz. Qranit neft olmaz. Bazalt pemzin olmaz. Cavabımız A variantı. 52-də deyir, uyğunluq pozulmuşdur. A. Pangeya. Pangeya nə idi? İlk qrup parçası və bölmüşdü iki yerə. Lavrasiya, Gondvana. Lavrasiya şimal materikləri, Gondvana cənub materikləri. Lavrasiyaya qarşısına Şimal Amerika yazıb, bəli, ola bilər, doğrudur. Yəni birdə pozulmayıb, yəni qanun uyğunluq. B. Pangeya bölündü Lavrasiya Gondvanaya. Gondvana da Ərəbistan yarımadasını verib, bu da doğrudur. Burada pozulmayıb qayda. C-də Pangeya bölünüb Lavrasiya və Gondvanaya. Dediyimiz kimi Lavrasiya şimal materikləri idi, yəni Avrasiya ilə Şimal Amerika idi. Amma burada qeyd edib Avstraliya. Avstraliya şimal materiki deyil, yəni Gondvana tərkibində olub. Ona görə cavabımız olur C variantı. 53-cü sual. Hansı eraların dövrləri mövcuddur? Kaynozoy 3 dövrü var. Paleogen, Neogen, Antropogen 1 var. 2. Mezozoy 3 dövrü var. Trias, Yura, Təbaşir. Arxey dövrü yoxdur. Paraterozoy dövrü yoxdur. Paleozoy dövrü var. 6 dənədir. Kembri, Ordovik, Silur, Devon, daş kömür, bir də Perm. Cavab olur 1, 2, bir də 5. Növbəti sual 54-dür. Burada bizdən doğru olmayan fikirləri soruşur. 1. Ay erası kütləvi lava püskürmələri ilə səciyyələnir. Doğru fikirdir. Burada hər hansı bir səhvlik yoxdur. 2. Kriptozo eonu gizli həyat adlanır. Bəli, deməli həmin eonda, kriptozo eonunda canlıların qalıqları haqqında hər hansı bir məlumat aşkarlanmadığına görə gizli həyat adlanır. 3-də süxurların yatım ardıcıllığına görə mütləq yaşı müəyyən olunur. Xeyr, nisbi yaşı müəyyən olunur. Çünki mütləq yaş onların tərkibindəki radioaktiv elementlərin parçalanma müddətinə görə təyin olunurdu. Ona görə 3 səhv fikirdir və sualımızın cavabı kimi götürmək olar. 4. Quruda ilk bitkilərin yaranması kriptozo eonuna təsadüf edir. Xeyr. Fanerozoya təsadüf edir. 4 də yanlış fikirdir. Sualımızın cavabı kimi götürmək olar. 5. Bazalt tərkibli ilk yer qabığının yaranması geoloji mərhələdə baş vermişdir. Xeyr. Əslində planetar mərhələdə baş vermişdir. 5 də səhv fikirdir. 6-da qranit və bazalt arasındakı sərhədə deyirlər konura sərhəd. Bu da doğru fikirdir. Burada hər hansı bir səhvlik yoxdur. Cavabımız oldu 3, 4 və 5. O 55-ci suala baxaq. Ekvator üzərində yerləşən və aralarında 52 dəqiqə, yox 32 dəqiqə zaman fərqi olan iki məntəqə arasındakı məsafə neçə kilometr olar? Biz baxaq burada. Ekvator üzərində hər hansı bir dərəcəni biz götürək özümüz üçün. Və həmin dərəcəni kilometrə çevirməyə çalışaq. Biz bilirik ki, ekvatorun üzərində 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr götürülür. 111 kilometr. İndi yaxşı, burada belə bir deməli məlumat var ki, deyir 2 dənə məntəqə var, 2 məntəqə arasında 32 dəqiqə zaman fərqi var. Biz 32 dəqiqə zaman fərqini dərəcəyə çevirməliyik. Bilirik ki, 1 dərəcəmiz 4 dəqiqə götürülür. Bəs neçə dərəcəmiz 32 dəqiqə götürürlər? X dərəcəmiz 32 dəqiqə. Buradan da x tapmaq üçün 32-ni 4-ə bölmək lazımdır, eləyər 8 dərəcə. Deməli, biz tapdıq ki, ekvatorun üzərində yerləşən iki məntəqə arasında 8 dərəcə fərq var. 8 dərəcəni biz kilometrə çevirmək üçün 8-i 111-ə vuracaq. Bu da eləyər
888 kilometr. Bu qədər. 56-cı sualın izahına baxaq. Qeyd olunub ki, qütb ulduzunun 70 dərəcə bucaqla göründüyü enlik üçün səciyyəvi olan burada deməli qütb ulduzunun 70 dərəcə bucaqla göründüyü enlik haqqında məlumatları bizdən soruşur. Qütb ulduzunun 70 dərəcə bucaq altında göründüyü məntəqə haradır? 70 dərəcə şimal enliyi. Çünki bilirik ki, cənub yarımkürəsində qütb ulduzu görsənmir. İndi bu enlik haqqında məlumatları biz qeyd etməliyik. Günəş şüalarının minimum düşmə bucağı 40 dərəcədir. Xeyr, Günəşin minimum 40 dərəcə bucaqla düşdüyü məntəqələr 26.5 dərəcə enliklərdir. Yəni 26.5 şimal və cənub enliklərdir. Bu cavab sualımızın cavabı kimi götürülə bilməz bu variant. Bu getdi. 2-yə baxıram. Qütb işıqlanma qurşağında yerləşir. Bəli, biz bilirik ki, qütb işıqlanma qurşağı 66.5 dərəcə enliklərlə 90 dərəcə enliklər arasında yerləşir. 70 dərəcədə həmin əraziyə düşür. Yəni 2 sualımızın cavabında var. 3-ə baxıram. Günəş ildə bir dəfə düz bucaq altında düşür. Günəşin düz bucaq altına düşməsi, yəni Günəşin 90 dərəcə bucaq altına düşməsi deməkdir və biz bilirik ki, Günəş 90 dərəcə bucaqla ancaq deməli 23.5 şimal və 23.5 cənub bu enliklərin içərisinə və onların üzərinə düşə bilər. Amma 70 dərəcə həmin məntəqələrdən çox kənarda yerləşir. Ona görə bu fikir də düzgün fikir deyil. 4-ə baxıram, qütb gecələri baş verir. Bəli, qütb gecə və qütb gündüzlərinin baş verdiyi məntəqələr 66.5 dərəcə enliklərlə 90 dərəcə enliklərin arasıdır və 70 dərəcə həmin əraziyə düşür. Deməli, 4-də sualımızın cavabında var. 5-ə baxıram, tam çevrə uzunluğu ekvatora nisbətən uzundur. Xeyr, ümumiyyətlə ən uzun çevrə, ən uzun paralel çevrəsi ekvatordur. Ona görə bu fikir də səhv fikirdir. 6-da qeyd olunub ki, yay gündönümündə günəş şüaları 43.5 dərəcə bucaqla düşür. Yay gündönümü günü günəş harda zənətdə olur? Deməli, 23.5 şimal enliyi, şimal tropikində. Yazırıq belə, 90 dərəcə çıxılsın 70, yəni coğrafi enliyimiz 70-dir, üstə gəlinsin 23.5. Bu da eləyir neçə? 90-dan 70 çıxanda qalır 20-si, 20 ilə 23.5-in cəmi verdi, 43.5. Deməli, bu fikir də doğru fikirdir. Yəni, 6-nı biz cavab kimi götürə bilərik. Cavabımız oldu 2, 4, 6. Növbəti sual 57-ci sualdır. Uyğunlaşdırın. Konturlu işarə, əkin yeri 1-ə A. Xətti, boru kəməri 2-yə C. Miqyaslı su quyusu 3-ə B. Cavabımız oldu 1-ə A, 2-yə C, 3-ə B.